başlayırıq. Zahid doktor laparoskopik total mezorektal eksizyalar haqqında bizə danışacaq. Öz təcrübəsini bizimlə bölüşəcək. Buyurun doktor. Hörmətli sədr, hörmətli konferans iştirakçıları, ilk öncə onu demək istəyirəm ki, sizin qarşınızda çıxış eləmək həm məsuliyyətdir, həm də bir şərəfdir. Deməli, laparoskopik, düz bağırsağın laparoskopik aşağı ön rezeksiyaları haqqında, eyni zamanda total mezorektal eksiziya haqqında biz məlumat verəcək bu günləri. Qısa-qısa danışacaq ki, çox yorucu olmasın. Rektum cərrahiyyəsindən danışanda aydın məsələdir ki, uzun illər ön aşağı rezeksiyalar olsun, istər qarın alarıq rezeksiyalar olsun, bunlar mezorektumun xaric olunmaması ilə icra olunurdu. Amma Bill Hill bu sahədə çox böyük bir inqilab elədi, İngilis alimi. O bildirdi ki, düz bağırsağın şişləri intramurala yox, transmurala daha çox yayılırlar. Ona görə də o təklif elədi ki, bu əməliyyatlarda mezorektum bir komple olaraq deməli, orada yerləşən damarlarla, limfa düyünləri ilə birlikdə çıxarılsın. Və başladı bu əməliyyatları icra eləməyə. İcra elədikdən sonra artıq öz məqaləsini dərc elədi ki, bəli, həqiqətən də bu əməliyyatlarda mezorektum orada olan limfa sistemi ilə birlikdə, damar sistemi ilə birlikdə əgər qoparılmadan, belə deyək, toxunmamaq şərti ilə, no-touch texnikası dediyimiz texnikanı, şişə toxunmamaq şərti ilə əgər biz onu komple çıxarırıqsa, bu xəstələrdə lokal residiv faizi əhəmiyyətli dərəcədə aşağı düşür və əməliyyatdan sonraki yaşam dövrü, sörvi dediyimiz yaşam dövrü də əhəmiyyətli dərəcədə uzanır. Çünki bu xəstələrdə ölüm səbəbi çox vaxtı lokal residivlər olur və Bill Hill'in özünün, belə deyək, məqaləsidir ki, o, yəni total mezorektal eksiziyanla icra elədiyi ilk 100 xəstənin 2 illik, belə deyək, əməliyyatdan sonraki dövrünü takib elədi və orada lokal residivin 0%-ə düşdüyünü, belə deyək ki, isbatladı. Ümumiyyətlə, total mezorektal eksiziyalardan danışanda qısa-qısa deyək ki, burada aydın məsələdir ki, əməliyyat istər açıq olsun, istər laparoskopik olsun, mütləq embrional qata emmə ilə aparılmalıdır. Embrional qat deyəndə biz burada presakral fasiyanla mezorektal fasiyanın arasındakı olan sahəni nəzərdə tuturuq. Bu sahəyə bəzən obrazlı şəkildə Bill Hill'in müqəddəs zonası, toxunulmaz zonası da deyilir. Yəni, sidiya xarları qorunmaqla, qanadal damarlar qorunmaqla medialdan laterala, yəni medial to lateral diseksiya aparılmalıdır ki, görə-görə biz orada olan strukturları zədələməyək və eyni zamanda burada dünyanın tendensiyası bildiyiniz kimi hipogastral sinirlərin zədələnməməsinə fikir vermək lazımdır. Çünki inferior mezenterik arter başlandığı yerdən ki, deməli, aortal pleksusdan ki, hipogastral sinirlər ayrılır, həmin hipogastral sinirlər bu əməliyyatlar zamanı zədələnə bilər. Ona görə də laparoskopikdə olsun və yaxud da açıq olsun, indi müasir bildiyiniz kimi robotikdə icra olunur bu əməliyyatlar, bu sinirlər qorunmalıdır. Əhəmiyyəti ondan ibarətdir ki, əgər sinirlərə toxunulsa, zədənilsə, kişilərdə əməliyyatdan sonra müəyyən seksual pozğunluqlar olur, ya retrograd eyakulyasiya, ya impotensiya, qadınlarda da vajen quruluğu və yaxud da disparaniya ola bilər. Ona görə də mütləq sinirlərin zədələnməməsinə bu əməliyyatlarda biz önəm verməliyik. Əməliyyatın etapları, yəni laparoskopik aşağı ön rezeksiyalarda əməliyyatın etapları əsasən bu punktlardan ibarətdir. Peritonun altından inferior mezenterik arteriya kəsilir, klipslənir, hemologla bağlanılır. Eyni zamanda arxasıcan inferior mezenterik ven kəsilir, mədə-altı vəznin başı səviyyəsində. Bəzən ola bilir ki, anomaliya ola bilir, ikisi bir yerdə ola bilir, onda ikisini də bir yerdə klipləmək olar, amma tövsiyə ondan ibarətdir ki, bu əməliyyatlarda ayrı-ayrı kliplənsin. Bundan sonra medialdan laterala doğru diseksiya davam edilir, sidiya xarlarını görmək şərti ilə, qanadal damarları görmək şərti ilə. Inferior mezenterik arteriya dediyimiz kimi diseksiya olur, ligasiya olur, arxasıcan vena mezenterik inferior duodenumun pankreasın baş səviyyəsində bağlanılır. Splenik fleksural sərbəstləşdirilir. Bəzi cərrahlar var, onlar splenik fleksurana əməliyyat başlayanda başlayırlar sərbəstləşdirilməyə, çünki o əməliyyatın gedişində tolerans aşağı olmasın deyə. Rektosigmoid küncün sərbəstləşdirilməsi, rektumun endodiya ilə kəsilməsi, fanıştel kəsiyi aparılaraq preparatın xaric olunması və sirkulyar steplərlə anastamazın qoyulması və bunun da əməliyyat, belə deyək ki, bitmiş hesab olunur. Eyni zamanda biz qısa bir əməliyyat üzərində əməliyyatın etaplarını göstərəcəyik.
anal kanaldan 7 sm məsafədə yerləşən bir polipoid törəmədir. Biopsiyası adenokarsinomadır. T2N0M0, yəni neoadjuvant radioterapiyaya ehtiyacı olmayan bir xəstədə biz qeyd elədiyimiz kimi periton yuxarı qaldırılır. Burada embrional qata düşməyin ən əsas göstəricisi ondan ibarətdir ki, bu mərhələdə qanaxma olmur. Əgər qanaxma varsa, deməli biz düzgün embrional qata düşməmişik. Və dediyimiz kimi ilk etap inferior mezenterik arteriyanın tapılıb bağlanılmasıdır. Inferior mezenterik arteriya aortadan başlandığı yerdən əvvəllər deyirdilər ki 2 sm məsafədə, indi 1 sm məsafədə bağlanmağı tövsiyə olunur. High tide dediyimiz, yəni yüksək liqasiya başlandığı yerdən. Çünki çox vaxtı bu nahiyənin şişləri inferior mezenterik arter kökünə verirlər metastazları. Yəni onkoloji prinsiplərlə arteriya mütləq klipslənib bağlanılmalıdır. Arteriyaya 2 ədəd hemolog qoyulur. Bəzi insanlar var ki, cərrahlar var ki, onlar venaya bir dənə qoyurlar. Bəziləri də var ki, dediyim kimi anomaliya olur, yanaşı olanda ikisi bir yerdə bağlana bilir. Arteriya bağlandıqdan sonra disseksiya aparılır, yuxarıya doğru vena mezenterika inferior bağlanır. Dediyimiz kimi o aortal plexusdan gələn hipogastral sinirlər məhz arteriya başlandığı yerdə olduğu üçün orada disseksiya olanda mütləq diqqətlə disseksiya aparılmalı ki, sinirlər aşağıya doğru endirilsin. Yəni çıxardığımız spesimenin içərisində olmasın. Və ondan sonra lateraldan disseksiya aparılır. Medial qutarandan sonra told fasiyası kəsilir. Və posterior, lateral, anterior mobilizasiya aparılır. Bəzən ola bilər arxadan sonra önə də keçə bilir, yana da keçilə bilir. Yəni müxtəlif istiqamətlərdə dəyişdirilir. Bu xəstə qadın xəstədir. Ola bilər ki, uterusu bəzi cərrahlar var ki, əməliyyat başlayanda asa da bilirlər. Tikib fasiyaya fiksasiya edib yuxarıya asırlar ki, mobilizasiya edəndə orada belə deyək ki, maneçilik olmasın. Bəzən də ola bilər ki, ekarterindən çəkə də bilirlər. Biz qeyd elədik, burada əgər embrional qata düşmüşüksə, qanaxma olmur. Çünki əsas arteriyalar bağlanıb, vena bağlanıb. Yəni burada elə bir qanaxma verən damar yoxdur. Yəni bu əməliyyatlar mütləq dediyimiz kimi embrional qata düşməklə aparılmalıdır. Orta rektum şişlərində ümumiyyətlə rektumun şişlərində biz əvvəllər deyirdik ki, şişdən təxminən 4 sm, 5 sm aşağıya düşmək lazımdır. Amma dediyimiz kimi bu tendensiya aradan qalxıb şişdən 2 sm aşağıya düşmək kifayət eləyir ki, orada neqativ cərrahi sərhəd əldə edə bilər. Əsas məqsəd qeyd elədiyimiz kimi mezorektumun toxunmamaq şərti ilə komplet çıxarılmasıdır. Burada iki fasiya haqqında mütləq məlumatı olmalıdır. Bu əməliyyat icra olunan cərrahlar. Bunlardan biri Valdeyer fasiyasıdır, digəri Denanviller fasiyasıdır. Denanviller fasiyası bildiyiniz kimi rektumu kişilərdə prostatla toxum hissəciklərindən ayırır, qadınlarda da uşaqlıq yolundan. Və bir də Valdeyer fasiyasıdır. Bu da presakral fasiyanın davamıdır. Hər iki fasiya burada mütləq açılmalıdır ki, biz rektumu geniş mobilizasiya eləyə bilək, yəni şişdən aşağıya düşə bilək. Bir də bu əməliyyatlarda bildiyiniz kimi mütləq preventiv olaraq iliostomalar, kolostomalar qoyulur. İndi bu düzdür, hər bir mərkəzin özünün belə deyək ki, tövsiyələridir. Onların biz şəxsən öz təcrübəmizdə qoymuruq. Preventiv olaraq iliostoma da qoymuruq, kolostoma da qoymuruq. Rektum mobilləşdirildikdən sonra endogia ilə deməli kəsilərək ayrılır mobilizasiya olunmuş hissədən. Burada da ya göy ya da yaşıl kartuşlardan istifadə olunur.
Məsləhət də ondan ibarət ki, bəzən rektum enli olanda 2-3 belə deyək ki, endodiyadan istifadə oluna bilir rektumu kəsmək üçün. Tövsiyə ondan ibarətdir ki, çalışmaq lazımdır ki, stepler az istifadə olunsun. Çünki stepler çox istifadə olunduqca gələcəkdə anastomot çatmamazlığının riski də yüksəlir. Və bir də çox aşağı, yəni low anterior rezeksiyalar var ki, orada da rezeksiyanın aşağı sərhəddi levator aynə əzələsinin belə deyə ətrafı olur, ora qədər mobilizasiya eləmək lazım olur. Yəni total mezorektal eksiziya, Bill Hild'in təklif elədiyi total mezorektal eksiziya düz bağırsaq şişlərində qarın aralıq ekstirpasiyalarının sayını da azaltdı. Abdominoperineal rezeksiyaların da sayını azaldıb. Endodiya ilə kəsildi dediyimiz kimi. Və sirkulyar steplerlə anastomoz qoyulur. Anastomoz qoyulduqdan sonra da su sınağı testini aparırıq. Əgər test negativdirsə, bundan əməliyyatı yekunlaşdıra bilirik. Bəzi cərrahlar var ki, tövsiyə edirlər ki, sirkulyar steplerlə qoyulsa belə üzərindən seroseroz dikişlər qoyulsun. Amma sirkulyar steplerin əgər çıxardığımız kənarları tamdırsa, demək olar ki, ehtiyac olur. Burulmasına baxmaq lazımdır, mütləq yuxarıdan gətirdiyimiz hissə ki, burulmasın. Və bir də qeyd elədiyimiz kimi bu əməliyyatlarda çıxarılan preparatın özünün də müəyyən tələblər var ki, onlara cavab verməlidir. Bunlar həm makroskopik tələblərdir, həm mikroskopik. Mikroskopik indi düzdür, bizə aid deyil, bu histoloqların işidir. Orada minimum 12 limfa düyünün olması və s. Amma makroskopik olaraq peritonun parlaqlığının saxlanılması, inferior mezenterik arteriyanın, venanın klipslərinin görünməsi və şişin aşağıya doğru gəldikcə silindir, konus şəklində olması bu total mezorektal eksiziyanın icra olunmasını göstərən əsas preparatlardan biridir. Və qeyd elədiyimiz kimi burada portların giriş yeridir, bunlar aydın məsələlərdir və bir də burada 12 mm port var, hansı ki bu port spina iliac anterior superiordan 2,5-2 sm mediala doğru görə-görə daxil olur ki, o sirkumfleks dallar zədələnməsin deyə və bəzən bu əməliyyat icra olunanda bu ayrıca bir port kimi hesablanmır. Çünki biz preparatı çıxarmaq üçün ki, fanışdil kəsi aparacaq, onu biraz uzadanda o porta gəlib çatır. Ona görə bu əlavə bir dəlik kimi belə deyək ki, hesablanmır. Diqqətinizə görə sağ olun, çox vaxtınızı almaq istəmişim. Sağ olun. Buyur. Çox sorunlar mənim fikirləriniz, əməliyyatının gedişatını. Siz öz əməliyyatlarınızda sidiya xarlarını əməliyyatdan öncə drenaj edirsiniz, yoxsa stent qoyursunuz, yoxsa? Çox sağ olun, professor. İkinci, və ümumiyyətlə necə baxırsınız? Olunsa yaxşıdır, olunmasa yaxşıdır. Çox sağ olun sualınıza görə. Bəli, elə mərkəzlər var ki, bu əməliyyatları icra eləməmişdən əvvəl içərisində xüsusi işığı olan stentlər var. O stentlərlə sidiya xarlarını stentləşdirirlər ki, əməliyyat vaxtı o yanıb sönür. Cərrah onu orientir kimi görür. Mənim öz şəxsi fikrimi istəyirsinizsə, mən bəyənmirəm, çünki əlavə infeksiya mənbəyidir. Bir dənə mən sizə sorayım. Buyurun. Məsəfə sən maksimal hissədə nə qədər götürürsünüz, distal hissədə nə qədər götürürsünüz? Nətər yəni? Şişdən maksimal... Məsəl üçün, tutaq haranın şişidir, məsəl üçün?
Bəli, göstərdiyiniz şişdən. Bəli. 9 santimetr. Şişdən 2 sm aşağı düşmək, bəli, o neqativ cərrahi sərhəd elmi. Proksimal hissəsində nə qədər götürürsünüz? Proksimal hissədə dalaq 3-cü də mobilizasiya olunur, spleknin fleksura. Enən hissədən biraz aşağı, yəni daha doğrusu yuxarı kifayət eləyir. Yəni esfari bağırsağın hamısını götürürsünüz. Bəli. Buyurun. Sizdə mobilizasiya lateraldan başlayırsınız. Biz medialdan. Bəli, biz medialdan. Dünyanın da yəni tövsiyəsi odur ki, medialdan aparılsa daha təhlükəsiz olur, amma elə cərrahlar var ki, onlar bəli lateraldan işləyirlər. Bir şey deyəcəm. Siz dediniz ki, preventiv ileostomi və ya kolostomi. Bəli. Anlaşıldı. Bəli. Kolostomi İndi o da belə bir deyək də müzakirələrdir konfranslarda. Çünki ileostomaya qulluq eləmək biraz çətindir də. O bildiyiniz kimi çox aşılandırır, dərini yandırır, bəzən içəriyə düşə bilir. Ona görə bəzi mərkəzlər var ki, artıq bu işlərlə məşğul olan mərkəzlər, onlar kolostomalar qoyurlar, sekastoma qoyurlar. Bəli. Bəli. suallar. Teşekkür ederim. Çok Sağ olun. Hə, sən başla. Göstər. İkinci dallara növbəti çıxışçımız Sonra verəcəm, sonra. Sən tutmaya get.